Publisist, Azərbaycan jurnalının poeziya şöbəsinin müdiri Qəşəm Nəçəfzadədir. Qəşəm müəllim, xoş gəlib, səfa gətirdiniz. Gözəl bir gündə gəldiniz. Təşəkkür edirəm. Çərşənbəniz mübarək. Sizin Azərbaycan xalqını bayram münasibətinə təbrik edirəm. Arzu edirəm ki, onlar neçə belə gözəl bayramlar görsünlər. Qələbə dolu, Amin. saadət dolu günlər görsünlər. Ay Qəşəm müəllim, qəşəm nə deməkdir? Bu adı mənə babam verib. Babam verib, ana babam verib. Amma qəşəmşəm deyirdilər. Rəsmi belə yazılır. Qəşəmşəm də var ki, yəni bütün adların şahı hökmdar olub. Sonra mən bir tərcüməçi dostum var, Almaniyada yaşayan Rozi Tohori mənə məktub yazdı ki, məktublaşırdı ondan. Dedi, Albanlarla Azərbaycanlılar qohumdur, biz bir kökdən qidalanırıq və qəşəm sözü bizim sözdür. Yəni qəşəm, qəş edirəm, sevinirəm, gülürəm. Xoşməramlı bir sözlə bir adı da. Xoşməramlı. Tam bayramla bir ahəng təşkil edir bugün. Təki bizim söhbətimiz də bu çalarlı olsun. Əlbəttə, əlbəttə. Mən hamını salamlayıram. Bax, bu gördüyünüz o Novruz bayramının simvollarını, atributlarını görəndə mən çox sevinirəm. Və hətta Novruz bayramı gəlməmişdən öncə mən təbiətdə bir tonqal qoxusu hiss edirəm. Və hiss edirəm ki, təbiət özü öz başına üzərlik yandırır. Nə gözəl bənzətmədir. Gözələ gözlər deyib babalar, nə yaxşı gəlməyir gözə təbiət. Vay, vay, vay. Təbiət sanki öz başında üzərlik yandırır, həmin o tonqalların qoxusu ilə. Və bu bayram bizə həmişə, mən inşa yazanda, Novruz bayramı, Sovet vaxtı inşa yazanda, Novruz bayramının üstə xətt çəkib Bahar bayramı yazırdılar. Yəni, biraz bunu dini bayram hesab edirdilər, amma çox şükürlər olsun ki, bu bayram, məsəl üçün, öz dövlət səviyyəsində qeyd olunur və içəri şəhərdə ümummilli liderimiz Heydər Əliyev içəri şəhərdə bir də Novruz şənliyində iştirak edirdi və birdən o qolunu qaldırıb oynadı. Məhz Heydər Əliyevin qolunu qaldırıb Novruz şənliyində oynaması onu dövlət səviyyəsinə qaldırdı. O, Novruz tonqallarını Dərbənddə, Təbrizdə, Borçalıda, Zəngəzurda, Qarabağda, bütün Azərbaycanın o kənarda qalmış yerlərinə qədər, öz doğma yurt yerlərimizə qədər o rəqs getdi və Ulu Öndər bununla sanki ona bir dövlət statusu verdi. Mən burada xüsusilə qeyd eləmək istəyirəm. Allah rəhmət eləsin, gözəl yazıcı, ictimai-siyasi xadim Şıxali Qurbanov. Və məsəl üçün, Allah ona rəhmət eləsin ki, yenə də o həmin 60-cı illərdə, axırlarında Novruz bayramını dövlət səviyyəsinə qaldırdı və Qız Qalasının yanında o dövlət bayramı kimi qeyd edildi. Və həmişə Qız Qalasının yanına keçəndə mənə elə gəlir ki, o qara zurnanın səsi haradasa duyulur. Duyulur. O min illərlə yaşı olan o kərpişlərin arasında güvərmək istəyən o çiçək mənə o qara zurnanın səsini xatırladı ki, biz buradayıq, bayram buradadır. Və mən sanki o çiçəkdən soruşuram ki, ay çiçəklər və arı haradadır? Arılar harada? Dedi, arılar birazdan gələcək. Yəni, harada çiçək varsa orada arı var, harada qara zurna varsa orada müstəqillik, azadlıq, Azərbaycan musiqisinin folklorunun azadlığında Azərbaycan xalqının, Azərbaycan dövlətinin bir azadlığı da var. Qəşəm müəllim, mən sizin bir çox oxucu kimi hekayələrinizi, şeirlərinizi oxumuşam. Çox gözəl bənzətmələr edirsiniz. Sözləri yanaşı elə düzürsünüz ki, qohumlara bənzəyir. Mehriban qohumlara bənzəyirlər onlar. Heç vaxt küsməyən, heç vaxt dalaşmayan bir qohumlar kimi, yaxın sirdaşlar kimi, yanaşı mirvari kimi düzürsünüz onları. Və bugün də istənilən mövzuda səsləndirdiyiniz fikirlərinizdə də onları bax eləcə bir həmrəy şəkildə, bir axarlı şəkildə, o şəlalənin, o suyunun axarlılığı kimi, rahatlığı kimi səsləndirirsiniz. Bu çox gözəldir əslində. Çox sağ olun. Sadəcə olaraq mən istəyirəm ki, bugün çərşənbə günüdür. Bugün sizin adınız kimi olsun bizim söhbətimizdə, adınızın məğzi məramı kimi olsun. Amma mən nəyi söyləmək istəyirəm? Sizin bir şeiriniz var, o ilk sətirlərə başlayır ki, şairlər doğulur bir gözəl dərddən. Yaxşı, bu hardasa müəyyən mənada toplu bir fikir olur bəzən ki, kədər, qüssə daha çox o şairlərin ürəyinin mürəkkəbini daha çox qüvvətləndirir, gücləndirir. Yaxşı, bəs bu bayram hansı hissləri aşırılır sizin mürəkkəbinizdən, hansı sətirləri süzdürür? Bayram, mən bir şey deyim, deyir ki, Adəm Peyğəmbərin qəbrinin palçığını qatmaqdan ötürü 39 gün qəm yağışı yağdı, bir gün sevinç yağışı.
Bütün sevinclər qəmin içində gizlənən közdür. Onun üstü o qəmlə, kədərli baxışla, kədərli şeirlə, notla örtülü eləyir. Sevinç təkcə gülmək deyil. Sevinç gülmək deyil. Sevinç həm də düşünməkdir. Sevinç həm də döyüşdür. Məsələn, Novruzda yumurta döyüşdürürlər. Niyə? Çünki orada qələbə çalmaq əzmi var. Və deyək ki, papaq tulluyurlar. Niyə? Orada bolluq, bərəkət, bir-birinə qohumluq, əl tutmaq rəmzi var. Yallı gedirlər. Niyə? Birlik var. Qoşalaşırlar, həmrəyləşirlər. Həmrəy var, birlik var. Və yaxud gedirsən, qızlar din tuturlar və xoş xəbər, burada xoş xəbər var. Bəli, onlar, bunlar hamısı, hətta mən, biz balaca olanda, anam yuxudan tez durardı və qapı bacanı süpürərdi və sonra o suyu gətirib üstümüzə, yerimizin üstünə çiliyərdi ki, ey, uşaqlar qalxın, Novruz gəlib, qalxın və sonra biz çıxardıq həyətə, anam həyətdə də suyu götürüb bizi qovardı. Yəni, bax, və evdə o yorğan, döşək, qəbək, kilim, hamısını çölə atardı. Hazırlığı olur, o təmizlik işləri. Təzəliyirdi. Atam bizə təzə ayaqqabı, təzə paltarlar alırdı. Yəni, burada təkcə təbiət təzələnməklə bahəm, həm də insan içi təzələnir. Mən ilk maaşımı Novruzda aldım. İlk, deyək ki, Novruzda, deyək ki, ilk şeirimi də Novruzda yazdım. Eləmi? Bütün bunlar Novruz... Bəlkə elə ilk şeirdən söz düşmüşkən, yəni əslində bu sizin ruhunuzun axarına mən buraxıram. İlk şeir olsun, ürəyinizin düşəcək bir şeir. Mən bir şeir demək istəyirəm. Mən bu bayram münasibəti ilə bütün insanlara sevgi arzulayıram. Sevgi arzulayıram. Çünki sevgi bəzən dünya siyasətində çatmır. Bu müharibələr olur, məlum hadisələr olur. Dünyanın sevgisi çatmır. Və sevgi olan yerdə şübhəsiz ki, həmişə qələbə var, həmişə sevmək var, sevilmək var. Mən hörmətli tamaşaçılarımıza bu bayram münasibətindən bir sevgi şeiri oxumaq istəyərdim. Mən səni sevirəm, ölməzsən heç vaxt. Ged ağ balıncına saçlarını tök. Heç qorxub eləmə, gözlərini yum. Sən Allah sinəngən qolunu aç dök, bu ölmək fikrini bir tərəfə at. Gözünü yummağa qorxursan quzum, mən səni sevirəm, ölməzsən heç vaxt. Gördün, mən deyəndi dünyanın işi, könlün istəyəni milyon 50 tut. Qonur gözlərinə ölümün hissə, qorxma, mən səni sevirəm, ölməzsən heç vaxt. Qorxma, üstündədir gözüm həmişə, ölüm bir tükünə toxuna bilməz. Qorxursan, gəl düşək torpağın üstə. Düşək ayaqyalın yeriyək quzum. Düşək qatarlardan, təyyarələrdən. Düşək duflilərdən, mərtəbələrdən. Düşək torpaq dastsın ayaqlarımız. İnək çiçəklərə, güllərə nə olar? Əgər ayaqyalın yeriyə bilsək, düşüb dalımıca gələr adamlar. Hələ qatardayıq, təyyarədəyik, hələ güllə üstə, bomba üstəyik. Nə olsun, mən səni sevirəm, ged arxayın yat. Ürəyin ağırsa, qatar yıxılsa, təyyarə sürüşsə göyün üzündən, qorxma, mən səni sevirəm, ölməzsən heç vaxt, ölməzsən heç vaxt. Sizin çox sevdiyim bir şeiriniz var. Səhvdir misalları, məsələləri dərdini artırıb yüz eləyərlər. Ölürəm mən sənin üçündən ötürü, verdiyin beşlərə naz eləyərlər. Neçənci sinifdə oxuyanda yazmışsınız? Qəşənbəlim o şeiri. Bu şeir sənin dərsin adlanır. Niyə şagirdlərin, sənin dərsin, niyə şagirdlərin duymurlar səni? Gül kimi dərsində səs eləyirlər. Mən sevən əllərə, mən sevən gözə, mən sevən ürəyə qəsd eləyirlər. Ağzı yanmışların yoxdur xəbəri. Mən sənin önündə lal dayanıram. Dəftərə qırmızı düzəliş kimi varaq yanağımda al dayanıram. Adım tək, dərsimi əzbərləyərəm. Sevgi baxışına boyanmaq üçün, ömrümü, günümü qurban verərəm şagird tək önündə dayanmaq üçün. Vaxt axır, şagirdlər duymurlar səni. Gör necə qıyırlar kövrək səsinə, hardan bilsinlər ki, həsrət qalmışam 45 dəqiqənin bir dəqiqəsinə.
səhvdir misalları, məsələləri, dərdini artırıb yüz eləyirlər. Ölürəm mən sənin üçündən ötürü, verdiyin beşlərə naz eləyirlər. Tavaşirlər çəkli çiçək əllərin lövhənin üzündə kəpənək olar. Dəsmala bənzəyər göyçək əllərin bir oğlan balanı bələmək olar. Misra dodaqların yorular hərdən, saçların pırtlaşar, əllərin əsər. Bir gözəl, bir göyçək oğlumuz olar, bu dəccəl qızların səsini kəsər. Niyə şagirdlərin duymurlar səni? Gül kimi dərsində səs eləyirlər. Mən sevən əllərə, mən sevən gözə, mən sevən ürəyə qəsd eləyirlər. Çox gözəldir. Təşəkkür Rəşəm əli, edirəm. bildinmi şeiriniz də eyni ünvanlıdır? Mənim bütün şeirlərimin bir ünvanı var. O da sevgidir, insana sevgidir. Təbiətə, vətənə, torpağa. Mən deyərəm ki, o milli geyimdə olan, o fəxr edirəm, qürur duyuram, əskərlərimiz olan sevgidir. Qarabağa, Zəngəzura, Dərbəndə, Təbrizə, vətənimizə, dövlətimizə, dövlətçiliyimizə, bayrağımıza olan sevgi mənim şeirlərimin baş qəhrəmanıdır. Bəlkə elə bu sevgi ruhu bu qədər oyanıbsa, bugün bu sevgi qoxusu bu qədər duyulubsa, bəlkə bu havanı kəsməyib, bu küləyin ardını kəsməyib, daha bir sevgi qoxulu bir şeir səsləndirək, azalmış sevgisi deyirsiniz dünyanın. Həmişə Novruz qabağı bizim bir telefon dirəyi var idi kətdə. Gəlib ora bir qarğa qonub qarıldayırdı. Nənəm ona bir söz deyərdi. Deyərdi, ey qarğa, ay qarğa, gətirdiyin xoş xəbərdirsə oğlun olsun, oğlun da oğlu olsun. Yəni, bu şart xəbəri gətirir. Və bu gün Azərbaycana bahar, Novruz gəlməkdədir. O Kosa, Keçəl var ha. Bunlar Azərbaycan dramaturgiyasının əsasıdır. Yeddi oğul istərən filmində bu çox gözəl, gözəl qələm alır. Və bu Novruz bayramında biz şam düzəldib atardıq göyün 7-ci qatını. Şar deyərdik buna. Tonqallar qalayardı, üstündən tullanardıq. Və məhz belə bir ərəfədə təbiətin alçaq ağacımız çiçəkləyərdi. Meşə, ağaçlar oyanardı, tumurcuqlayardı. Və o bağla bağlı bir şeir oxumaq istəyirəm. Buyurun. Bu bağ evimizdən yaxşıdır. Bu bağ evimizdən yaxşıdır. Qadından irəlidir bu ağac. Min oğula dəyər quşlar, min gəlindən yaxşıdır çiçəklərin ağır-ağır tərpənməyi. Bu bağ evimizdən yaxşıdır. Yarpaqlar nəlbəki, güllər stəkan. Gecə ay üzünə çəkilmiş pərdə, ay da pəncərədə gileylənən şam. Bu bağ evimizdən yaxşıdır. Ayağını yerə vur, yadında qalsın yerin. Əllərini yaylıq kimi sal çiynimə, bəlkə də hardasa çəkilir şəklim. Bu bağ evimizdən yaxşıdır. Yuxu tül yastıqdır başımız altda. Quşlar yuvasında yuxuya batıb, biz də islanırıq yuvanın altda. Bu bağ evimizdən yaxşıdır. Bu bağda oğlumuz, qızımız olsun. Kipriyin toxunsun üzümə mənim. Bu yazı ən gözəl yazımız olsun. Və bugün Azərbaycan təbiəti, Azərbaycan bağı, bağatı uyanır. İnsan təbiətə qaçır. İnsan cığırlar çiçəkləyir, cığırlar lələkləyir. Ancaq istəmirəm ki, cığırlar lələkləsin. O Seyran Səxavətin bizim gözəl yazımızın bir şeiri var ki, deyir, quşlar lələkləsə uçur, cığırlar lələkləsə ölür. Çünki oradan adamlar getmirlər. Təbiət çiçəklənir, təbiət oyanır və hər şey gözəlləşir. Və mən Peyğəmbərimizə yazdığım bir şeir də demək istəyirəm. Buyurun. Çünki bugün elə tilsimləmisiniz ki, çünki o sətirlərinizlə, təbiətin sevginizlə. özü bəlkə də yəni insanı bu ovqata yüklüyor. Mən bəzən
Toz şeiridir. Şeirin adı Tozdur. Gözəl-gözəl sözlər toz uyumuş tamam. Gəlin çiçək qoyaq tozun üstünə. Bəlkə də çiçəkmiş tozun özü də qoyulub hər gözəl sözün üstünə. Çoxu az elədim, mən aza yendim. Çox sözdən qeyb olub bir sözə yendim. İlahi bu səhər namaza yendim. Çəkdim yer kürəsini düzüm üstünə. Can qoydum, hər sözü mən ələ aldım. Yerə qoymadım ki, könülə aldım. Sənin ayağının tozuymuş sandım. Tozu öpdüm qoydum gözüm üstünə. Yəni, bu dünyada təbiət heç nəyi artıq yaratmıyor. Ürəkdə sevgi də olmalıdır. Tam ürəyimiz sevgidən ibarət olsa və tam biz oksigeni olduğu kimi beynimizə, ürəyimizə qəbul eləsək biz ölə bilərik. Yəni təbiətdə paralelliklər var. Toz da bizdən ayrı düşən əcdadlarımızın hissəcikləri. Toz da bir doğma bir hissdir. Füzuli deyir ki, mən sözün üstündən tozu götürməyə gəldim. Tozun özündə bir ilahi bir müqəddəslik var ki, o nə vaxtsa milyard il bundan qabaq biz doğulmuşuq, ölmüşük, dirilmişik. Ramiz Rövşən deyir ki, bəlkə də sən mənim bacımsan, bəlkə qadınımsan, bəlkə anamsan, bəlkə atamsan mənim. Yenə bu şəhərdə üzə gəldi şeirin. Bəli. Çünki biz o qədər doğulmuşuq, ölmüşük, çürümüşük, dirilmişik. Dünən anamız olan bugün bacımızdır. Və bu əslində bu şeirin ən böyük mənası da budur ki, təbiətdə olan o dəyişilmələr, təbiətdə olan o çevrilmələr, insanın ölməyə təzədən qayıtmağı, bunlar hamısı. Şair ürəyinin böyüklüyünə baxın, bir tozu da əgər o təhlil eləyib, əzləyib, dəyərləndirib ortaya qoya bilirsə, bu onun sevgisinin böyük Füzulimiz deyir ki, Allah çox əşyalarda çox sirləri əyan edib. Onun yerlərini bilmək bizə nihan edib. Kələfin ucunu gizlədibdir. Və o yenə də Leyl Məcnun bahçəsində deyir ki, bu gördüyümüz nə var hamısı şəkildir. Dəniz şəkil, şəhər şəkil, insan şəkil. Bunların əsası başqa bir yerdədir. Nə qədər, məsəl üçün, bir yerdə də var ki, yəni əsaslandıracağım ki, nəyə görə deyirəm. Məcnun yolla gedəndə dostları Leyli ilə Məcnunun şəklini yanaşı çəkib atırlar Məcnun gedən yola. Deyirlər, görəsən Məcnun buna nə deyəcək? Məcnun gəlir, tez yanından Leylinin şəklini cırır. Atır ayına. Dostları gəlib deyir ki, ey Məcnun, sən Leylini sevmirsən, əgər sən niyə Leylinin şəklini cırdın? Deyir ki, bizdə ikilik nişanı yoxdur. Heç kəsin ayrı bir canı yoxdur. Biz ikimiz bir bədəndəyik. Deyir, onda isə öz şəklini cıraydım, Leylinin şəkli qalaydı. Deyir, kişi qadın ruhdur. Kişi bədəndir. Ruhun bədəndə gizli qalmağının qorxusu yoxdur. Mən razı ola bilmərəm ki, qadın kişiyə niqab olsun. Və bu mənada mənə elə gəlir ki, müqəddəs, əziz, sevimli bir bayramımızda insanlar ruhən birləşirlər, qəlbən birləşirlər. Məsələn, böyük tonqallar, yurdun hər tərəfində tonqallar yandırırlar. Yurdun hər tərəfində Novruz şənlikləri və sağ olsun bizim televiziyalarımız, xüsusən ictimai televiziyanın rəhbərliyi və bu cür gözəl verilişlər hazırlayır. Xalqa açıq, vətənə açıq, torpağa açıq. İnsanların duyğu və düşüncələrinə qapalı deyil, açıq olan ictimai televiziya insanların bütün arzu və düşüncələrini buradan ifadə edir. Qəşəm müəllim, siz uşaq ədəbiyyatı ilə də məşğulsunuz təbii ki və bu bayrama ən çox sevinənlər də uşaqlardır. Peki də onlara da bir burada nəysə səsləndirək. Amma yenə də sərbəstsiz, istədiyiniz bir mövzuda, yəni sevgi mövzusunu biz istənilən bir ünvana xitab eləyə bilərik. O yüzden buyura bilərsiniz. Şübhəsiz ki, bax, mən fikir vermişəm həmişə. Mən müşahidə eləyirəm, çox müşahidə eləyirəm. Mütaliə nədir? Mütaliə təkcə kitabları oxumaq deyil. Mütaliə ağacı da oxumaqdır. İnsanı da oxumaqdır. Torpağı, yolu, izi, uşağı, metroda, avtobusda insanın üzündəki bir kədəri oxumaqdır. Mütaliənin özü də budur ki, insan özü öz aləmini, daxilini mütaliə eləməlidir. Və ən çox toya sevinən uşaqlardır. Siz onu bilirsiniz. Bizim kətdə toy olurdu, qonşu həyətində. Görürsən ki, 7 asara o üzrə Vaqif Bayatlı'nın bizim gözəl şairimiz elə bir şey var. Ödər. 7 asara o üzrə uşaq həmən toya oynuyor. Amma kimsə gedir ki, o toyda borcundan çıxsın, bu buna nə qədər nəmər yazdırıb, o qədər yazdırsın, geçsin göz anva.
uşaqlar üçün musiqi var. Və Novruz bayramına da Eynən. mən yadıma gəlir ki, biz tərəkəməyik, yəni biz fermada olurduq. Biz tərəkəmə kişiləri Yaylaq qışlar. atları minib gedirdilər qoz fındıq almağa. Və kimin gəzən gözü çox çürük çıxır və bizi hamımızı gülmək tuturdu. Gülmək tuturdu. Anam onun yükün altında gizlədərdi ki, bayramda bizə paylasın. Ondan qabaq biz onların hamısını yerdik də, yerdik. Mən bir yazıcı dostum var. O yazır ki, qoz fındığı uğrayıb yerdim, qabaqsını alınan. Amma qardaşıma xəlvət boğazıma getmirdi. Amma qardaşıma da versəydim, qardaşıma gəlib xəbər verəcəkdi. Ona görə onu deyib, Novruza qabaqlar qardır, zad da yağırdı, Novruz yaxınlaşan deyir. Gedib gecədən qarın altında bastırırdım. Dərsə gedəndə deyirdim ki, istəyirsən qazına sahib burada bir dənə ağacı vursun, qoz çıxsın. Deyir, çıxar. Vururdu, qoz çıxırdı. Deyir, istəyirsən qazına sahib burada bir alma çıxarsın. Deyir, qardaşımı yedirtməkdən ötürü. Amma açıb desəydim, görə xəbər verəcəkdi. Və bu uşaqlıq xatirələrdir. Çox gözəl bir uşaqlıq xatirələrdir. Novruzu mən səhər o yandırdığımız o tonqalın üstündə onun külünü anam süpürüb atardı. Amma o kədərlənərdim o yanıq yeri üçün. Və mən istəyərdim ki, sözümün bu yerində də bir şeirdir. Nə olar? Ayaqların qaçan saniyələrdir. İşə tələsirsən, dayan, nə olar? Elə bu küçədə aç gözlərini, 30 il yatmışsan, oyan nə olar? Bu şeiri də yazdım əlvida kimi. Bax elə bu sətrim son vida kimi. Mən ölsəm misra tək sən nida kimi. Başımın üstündə dayan, nə olar? Canım, bundan sonra yaşa öl kimi. Qanattın qəlbimi sarı tel kimi. Qoşa əllərini qoşa gül kimi. Sinəmin üstünə qoyam, nə olar? Ah çəkim, ahımman dağ-dağ olum mən. Səni gəzə-gəzə çıraq olum mən. Çürüyüm bir ovuç torpaq olum mən. Sən də çıx üstümdə dayan, nə olar? Bəlkə onda səndən doyam, nə olar? Mən əslində rica etmək istəyirdim sizdən bu şeiri, amma yaxşı ki, söhbətin yekununda siz səsləndirdiniz. Əslində nə sağollaşmağa qıyıram, nə də ki, sizdən ayrılmağa. Mən sizə bu sevgini arzulayıram və o sözünüz bir şüar oldu bugün mənim üçün. Dünyanın sevgisi azalır, dünyanın ən çox sevgiyə ehtiyacı var. Düzdür, mən bir şey deyim. Uşaq vaxtı dediniz, uşaqlarla bağlı. Şabalıtı alıb gətirərdik. Şabalıtı düzərdik peçin üstünə. Şabalıt partlayardı. Mən o da bir şeir yazmışdım ki. Üşümüşdü şabalıt, geyinmişdi çuxasın. Tural qoydu peç üstə, o tez açdı yaxasın. Siz o vaxtın təşbihə, metaforaya belə meyilli olmuşsunuz deyəsən. Bu gözəl bənzətmələri elə o vaxtdan etmişsiniz. O şabalıt şeiri. Və yaxud Tural bir təpik vurdu Bedriyə. Su da inciyib qaçdı dəriyə. Barmaqları muvcuma yıxıldılar, yatdılar. Sər özümdən qabaq yerlərinə qatdılar. Mən hörmətli tamaşaçılarımıza, sizə, əməkdaşlara, sizin rəhbərliyinizə, bütün Azərbaycan xalqına, uşaqlara, hamısına uzun ömür, can sağlığı arzulayıram. Bir dəfə, yəni bir şey də deyim. Dünyada bir iclas keçirilirdi. Ulu öndərimiz orada iştirak edirdi. Və çox mübahisəli keçən bir dünya dövlətlərinin bir yığıncağı idi. Və orada jurnalist Heydər Əliyevə yaxınlaşdı ki, cənab prezident, nə məsələlər, Qarabağ məsələləri haqqında nə oldu? Hansı məsələlər müzakirə olundu? Prezidentimiz, ulu öndərimiz bir söz dedi. Gəlin sevgidən danışaq. Əslində nə idi? Heydər Əliyev poeziyanın böyük siyasətçisi idi. Siyasətin böyük şairi idi. Yəni, dünyada sevgi çatmır. Ona görə sevgidən danışaq. Müharibələr ona görə olur ki, sevgi çatmır. Mən bütün dünya, o cümlədən də ən asası, doğma Azərbaycanımıza sevgi arzulayıram, sevməyi arzulayıram. Sağ olun. Qəşəng müəllim, mən alqışlayıram. Hər sətrinizi, hər fikrinizi, hətta hər hərfinizi belə alqışlayıram. Çünki sevgi saçırdı, sevgi istiliyi verirdi, sevgi qaynarlığı bəxş eləyirdi. Və hər zaman bu sevgi ilə dönüşsün ürəyiniz, hər zaman bu sevgi ilə yazsın sizin qələminiz. Var olun. Çox xoş idi bu çərşənbədə, məhz bu bayram ətirli, bayram küləkli gündə sizin sevginizin o ətrində, mehnində duymaq.
Həvəs arzulayıram, sevgi arzulayıram mən sizə. Çox təşəkkür edirəm. Mən də minnətdaram. Sağ ol. Bizim yaradıcı qonağımız əslində elə bir ruha gətirdi bizi, elə bir əhvala gətirdi ki, valla elə notlarda, elə bir xumarlanmış, elə bir sakitləşmiş, dincəlmiş notlarda sizinlə sağollaşıram ki, sanki artıq bu yeni gündəki bərabərliyimizin sonuna deyil. Elə bir ki, sırf startına başladığımız enerjidəyik, o gümrahlıqdayıq və hər zaman sevgi ilə döyünsün ürəyiniz, hər zaman sevgi ilə sizin irəliləsin dəqiqələriniz. Bahar çiçəyi səslənəcək sonda, qoy bahar çiçəkləri də elə sevgi ilə açsın və o öz ətirlərini də bizə sevgi ilə ünvanlasın. Sağ olun, salamat qalın, sevgi ilə qalın, görüşmək ümidi ilə. Çərşənbəniz mübarək. Sağ ol.